Burada əzlərim bir ağabəyi havasında. Görək buna istəyir necə cavab versin, biz deyək xoşbəxt o. Yemediler doydular, hakkı sağsın kıyamete koydular. O böyle Nesimliye derisini soydular, Mansur'du Bağdat'ta dara düşüp. Yaşıram qaran, yaz dəftərdə qaran yaz. Dəftər nəzər başında, mən baxır qaran yazay. Beş meyvəsidir, yemədilər, doydular. Haqq qısasın qiyamətə qoydular. Nəsiminin dərisini soydular. Mənsurdur, Bağdatda dara düşdü. Çox gözəl, çox gözəl. Ol, bircə kəlməm qaldı, ondan sonra meydan sənini götürüb nə deyəcək? Yaşıram kölgelene, gün düşe kölgelene. Kilo merdim başına, namerde kölgelene. Məhpariyəm nəydi dolandı döndü, nəydi ərşidən əmr oldu əndi, kim idi bərbərdə bağladı bəndi, o hansı tayfadı qara düşürdü. Xanım qulaq as, sən sözünü qutardın, qoy mən də sözümü qutarım. Məhəmmədəm ayla gün dolandı döndü, ayəd ərşidən əmr oldu əndi, Əli idi bərbərdə bağladı bəndə, Əshab-ı Kəhfdi qara düşürdü. Çox gözəl. Xanım icazə versən indi növbə mənimkidir. Ha, indi səninkidir. Əzlərim, indi görək, istəyir Məhəmməd qızdan nələr xəbər alsın. Qız buna cavab verə biləcək, yoxsam yox, bir Ceyran-ı Kərəmi. Xəbər almay Məhparə xanım, xəbər aldı müsəlmanlar nə dedi. O belə kimdi maya vurduğu zəminə, xəbər aldı o ürfanlar. O kim idi Quran oxur dəstində, kim duracaq suvarımın qəstində, Adəm qaldı sərəndiyibin üstündə, xəbər aldı müsəlmandan, nə dedi? Xanım nə dedi? Xanım baxır,
Enbiyadan, övliyadan, onlardan, necə oldu Mənsuru astıladardan, dəryanın üstündə ol Şah Mərdan, xəbər al Cəbraildən, nə dedi? Götürüb sonuncu bəndini nə deyəcək? Sənə mən oldum mail, zamanımı görüb olmuşam sail. Ha belə bu hansı surədi təybəl taylayam, xəbər aldım qocamandan nə Sözünü tamam elədi. Qız baxdı bunun üzünə. Dedi, xanım dəstur ver 18 aşığı gətirsinlər. Məhəmməd Allah, neyinisən? Dedi, ixtiyar məndədir. Dəstur verib 18 aşığı gətirdilər. Dedi, bunların qollarını aç. Dedi, qorxmayın, qanınızı aldım. Xanım, bəli. Xanım, dəstur verdiğinə alim gəlsin, kəbirimizi kəssin. Məhəmməd, doğrudan da əl alacaqsın. Əhdim vardı. Xanım, amandı sözü iki cür bir cür eləmə. İmzalamısan, kağız vermişsən. Xudkar Paşa getirdi. Kızım, sözün nədir? Dedi, ata sözüm yoxdur. Bir molla, bir qazı. Bunların işlərinə hamı olubdur razı. Aşıq da götürüb, telli sazı götürüb, görək bir müxəmməsinə dastanı necə sorular. Çəkilib qudrətdən, ay qaşların qara gözəl, bir neçə qurban demişəm, sən gözü xumara gözəl, əndirdikcə kibriklərin, etdi sinəm para gözəl, aşkın məni məcun edib, saldı min diyara gözəl, gözəllərin gözəlsən, Dərdə sağlə gözəl, eylə dərdə sağlə gözəl. Sən Rabbənə bəyənmişəm, gözəllərin maralını, zamanı sən dərdəhlidir, tanır dərdli yararını, kənar gəzib qəsd eləmə, kəsmə səbri qararını, gözəllərdə rəsmi budur, sızıldadar yararını, yalcanı yaşapa ver, rəhmini bimayirə gözəl. Əla, çox möhtəşəm. Aşığımızı alqışlarla yola salaq. Həqiqətən, yəni ayaq üstə durub aşığımızı alqışlamaq, sazımıza, sözümüzə, musiqimizə, ədəbiyyatımıza, tariximizə, fərhəngimizə, kültürümüzə, varlığımıza, şəhərimizə, kökümüzə həqiqətən böyük hörmətdir və mən Aşıq Hüseyn Say təşəkkür edirəm. Var olun. Bu güllər
təkcə solub gedən güllər yox. Bəlkə bu millətin, bir xalqın, burada olan cəmiyyətin Aşığa sonsuz olan hörmətləridir. Aşıq var olun. Çox təşəkkür eləyirəm. Çox sağ olun. Var olun.